total xolesterin bizə ümumi yükü göstərir. Biz bilməliyik ki, bu total xolesterinin içində pis xolesterin hansı rəqəmlərdədir, yaxşı xolesterinimiz necədir, triqliseridlər necədir, triqliseridlər qanın yağ hissələridir, bunlar necədir, ümumilikdə aterogel indeksimiz necədir və çox pis xolesterinimiz necədir? Çünki pis xolesterinlə bərabər həm də çox pis xolesterin bizim yükümüz də var. Yəni total xolesterin bizim üçün göstərici deyil. Çünki xolesterin həm də bizə lazımdır. Önəmlidir. Bəli, önəmlidir. Önəmlidir. Və bizim beyin toxuması hüceyrələri, cinsiyyət hüceyrələri bunlar xolesterindən təşkil olurlar. Bizim üçün problem yaradan, damar divarını tutan pis xolesterin və çox pis xolesterin göstəriciləridir. Onu da biz total xolesterini təkcə verməklə analizdə məsələn xolesterin yazırıqsa, heç zaman digərləri yoxlanılmayacaq. Biz mütləq şəkildə bütöv spektra baxmalıyıq, bütöv profili yoxlatmalıyıq. Bu çox önəmlidir. İkinci də belə bir faktor var. Ola bilər ki, total xolesterini yoxladılar hətta. Gəlir normal çıxır və çox arxaindirlər. Son zamanlarda, hətta son 2-3 ildə mən çox görürəm ki, total xolesterin normaldır, amma biz spektri yoxladanda, yəni yaxşı xolesterin, pis xolesterin, qanı yağlı, baxırıq ki, o total normal görünən totalın içində pis xolesterin rəqəmləri yüksəkdir. Ona görə total xolesterin normal olmaqdan arxain olmaq olmaz.